Salam əziz izləyicilər. Elə hamınızı buradan bu Milli Məclisin qabağından, deputatxananın qabağından salamlayıram. Deməli bu binanın içində oturan bu bəzi deputatlarımız var ki bizim vaxt müxtəlif nəsə bir sözlər ortaya atırlar, nəsə bir sözlər deyib gündəmə gəlirlər, nə bilim. Yadınıza gələr bir neçə ay bundan əvvəl bu Əslanı idi, Mastanı idi, adını da dəqiq bilmirəm. Deməli çıxdı dedi ki, Rusiyada qalan cəmaatımız bizim nə bilim atxoddur, nə bilim nələr dedi və ondan sonra heç üzr istəməyi də özünə sıxışdırmadı və növbəti belə deyək, dırnaq arası ağsaqqallardan biri də oyun çıxıb deyib ki, buradakı bu deputatxanadan çıxıb deyib ki, bəs sosial şəbəkədən istifadə edənlər nə bilim avara insanlardır, boşbekar insanlardır. Vallahi görürsən bu sözü o ağzından çıxaranda o sözü rastomoş gedib çıxarıb ki ağzından ay qardaş mən nə deyirəm deyə. O görmürmü ki bütün bizim nazirliklərin Facebook səhifələri var. Nazirlərimizdən tutmuş ta prezidentimizə qədər hamı Facebook'tan da istifadə edir, sosial şəbəkələrdən istifadə edir, nə bilim onları izləyir. Yəni ki Azərbaycanda bu dəqiqə 2 milyondan çox Facebook istifadəçisi var. Və o bu sözü ağzından buraxmaqla belə deyək tam gündəmə oturdu. Day onu nələr dedilər qardaş? Plan Facebook'u açıb baxsanız bəs eləyər ki, cəmaət nələr dedi. Biz də bugün mikrofonumuzu götürdük və maraqlandıq ki, görək Bakı sakinləri nələr düşünürlər, bizim kameramıza nələr deyəcəklər. Getdi. Yox, avara lazımsızsa demək. Ümumiyyətlə bizim dində də belə bir şey var ki, hər şey istifadə edərkən həddi aşmamaq lazımdır. Yəni mən elə də baxmıram Facebook'a yəni vaxt ikisini baxmıram. Sadəcə olaraq aşırı dərəcədə istifadə etmək olmaz. Yəni elə insanlar var ki, demək olar ki, belə desək yatırlar Facebook'dan, amma elə olmaq lazım deyil. Gənclərin bir çoxu o deputatların o son vaxtlar olan çıxışlarına ümumiyyətlə fikir vermirlər. Yəni boş yerə danışırlar. Ola bilər gündəmi dəyişmək istəyirlər, ola bilər nəsə məqsədləri var, amma xeyri yoxdur. Yəni hər kəs öz işindədir, hər kəs nəyin necə olduğunu yaxşı bilir. Facebook məsələsinə qalanda da dediyimiz kimi də adam dostumuzun da dediyi kimi intellektual səviyyəsini göstərir. Yəni qavradığı odur. Özü üçün danışır. O qədər insanlar var. Hərənin bir fikri var, düzdür, hərənin fikrinə hörmətlə yanaşmaq lazımdır, amma yenə də düzgün fikirləşmək lazımdır. Bu qədər. Yəni siz əsas nəyə görə istifadə edirsiniz? Əsas, yəni dostla tanışla əlaqə saxlamaq üçün, bir də xəbərlərdən xəbərdar olmaq üçün. Yəni sosial şəbəkədə hər bir kəsində istifadə etdiyi bir səhifə, necə deyim, proqramdır, yəni yaxşı bir proqramdır. Hər kəsin şəxsi fikri var. Adam hörmət də eləmək istəyir onun fikrinə, amma özü bilər. Yəni baş qoşmağa dəyməz. Yəni elə insanları önəmsəmək lazımdır elə insanlar. Tələbələrin çoxları vaxtlarını keçirmək üçün dərslərdə və yaxud da nəyinsə eləsi oxuyur, eləsi oxumur da. Məsələn, oxuyanlar kitabları ilə məşğul, oxumayanlar da Facebook'dan istifadə edir. Günlərini keçirdirlər. Şəxsi fikirdir, amma hər adamı da qatmaq olmaz da ona. Ümumiyyətlə, yəni ünvanından asılı olmayaraq belə ümumi şəkildə insanların təhqir olmasını düzgün qəbul edəmirəm və ümumiyyətlə deputatlarımızın fikirlərini də heç ciddi qəbul edəmirəm. Məsələn, bu təhqir məni heç narahat eləmədi. Yəni bu ancaq və ancaq onların öz imeclərinə və necə deyək, təsir güclərinə mənfi təsir göstərir deyə düşünürəm və bu ancaq təəssüfləndirici haldır insanın özü üçün. Birincisi getsinlər, özlərini hörmət eləsinlər onlar. Birincisi onlar düzgün danışmırlar. Özləri yəni eləmirlər, yəni özləri fikirləşirlər ki, belə bir şey istifadə eləmək pisdir də, yox amma. Yəni münasibətim odur ki, Facebook'dan hər təbəqənin insanı istifadə edir. Yəni bütün təbəqələrin insanları, düz avara adam da var orada, amma normal təbəqənin insanı da var, ziyalı adamları da var. Mənim dostluğumda da olan ümumiyyətlə, yəni düzgün bir fikir deyil. Özü istifadə eləmir, ona görə fikir demək asandır. Yəni bir yerə girməmisənsə, olmamısansa, orada necə bir təbəqənin olduğunu deyə bilməzsən. Vaxt itkisi deməzdir məncə. Yəni mən müəyyən xəbərlərdən, məlumatlarla maraqlanıram. Vaxt itkisi deyil o. Yəni çox istifadə vaxt itkisi, amma belə normal istifadə üçün vaxt itkisi deyil. Kim istifadə etsə özü üçün istifadə edir, özü bilər. Yəni o düzgün deyil, təhqir etmək heç bir cəmiyyətdə düzgün bir ifadə deyil. Facebook'a girmək lazımdır. Məsələn, mən özüm üçün girmək istəyirəm ora, danışmaq istəyirəm. Həm sosial şəbəkədə hamı istəyir orada olsun. Həm kim nə deyir, özünə görə deyir də. Həmən öz fikrim budur. Ola bilər, onun gördükləri ola bilər ki, avara olsunlar da, amma mən avara kimi istifadə eləmirəm. Ümumi xəbərlərdir, belə sosialla maraqlanmaqdır, maraqlı məlumatlardır. Xeyr, vaxt itkisi deyil. Orada xəbərlər, məlumatlar şey edirsən. Gənclər üçün ən çox xəbərləri, məlumatları oradan görürsünüz. Yəni cəmiyyətə olan məlumatlar, yəni xəbərlər, insanlar daha çox yəni bilgiyə sahib olur. Amma belə mən onu
vaxt itkisi deməli. Deputat deyək də, çoxları öz işlərini layiqincə yerinə yetirmirlər. Ona görə də onlar tənqid edirlər. Bəzən də xoşuna gəlmir, belə bir söz deyir. Yəni ona görə yoxsa heç də lazımsız deyil. İndi baxır istifadə edənin səviyyəsinə görə deyək də. Məsəl üçün mən öyrənmək üçün və yaxud da dostlarımla vaxt keçirmək üçün istifadə edirəm. Heç də lazımsız deyil. Sadəcə özlərinə sərf eləmədiyi üçün belə bir şey deyirlər.